Deməli uşaqlar, toplu birinci hissə mövzumuz nədir? N'inci dərəcədən kök, həqiqi üslü qüvvət, onun xassələri, ədədlərin müqayisəsi. Həmişə kimi tək olanı mən yazıram, cüt olanları siz evdə yazacaqsınız. 4 vuraq 10 üstü mənfi 3, üstə gələk 2 vuraq 10 üstü mənfi 1, üstə gələk 5, üstə gələk 3 vuraq 10'un kvadratı. İfadəsinin qiymətini hesablayın. Belə deyirəm uşaqlar, buranı siz də başa düşəsiniz deyəm. Bunu 4 vuraq 0'dan mində 1'dir da. Verir 0'dan mində 4. Üstə gələk. Bu 0 10'da 1'ə vuranda 0'dan 10'da 2. Üstə gələk 5, üstə gələk 300. Çünki 100'ə vurulur. Bu da neçə edir? 305 tam mində 204 edir. C variantı. 3'ə keçirik. Üçüncü belə 8 üstü 3'də 2, üstə gələk 125 üstü 3'də 1, çıxaq 64 üstü 3'də 1 ifadəsinin qiymətini hesablayın. Bu nə deməkdir? Bu, rasional üslü qüvvətin tərifinə görə kök 3-cü dərəcə 8'in kvadratı, üstə gələk kök 3-cü dərəcədən 125, çıxaq kök 3-cü dərəcədən 64 deməkdir. Bu ne edir? Kök 3'dən 2, 2'nin kvadratı 4. Üstə gələk, bu elədi 5. Çıxaq, bu da elədi 4. Düzdürmü? Gör 5 var mı? A var ya. Keçirik 5-ciyə. 5-ci. Yazıb ki, 9x kubu. Vuraq y üstü mənfi 2. Vuraq 3 üstü mənfi 1. Vuraq x üstü mənfi 2. X üstü mənfi 2. Vuraq y kubu. İfadəsini sadələşdirir. Əvvəlcə bunları bir mənfi olanlar. Bəlkə qüvvətləri eyni yazaq. 9. X üstü. Bax 3. Sağ 2 yazaq. Görürsünüz x'lar eynidir. Y. Mənfi 2 üstə gələk 3'də bunu yazıram. Vuraq 3'də 1 də bu 3 üstü mənfi 1. 3 x. Çünki x üstü 1'dir. 3x var. B var. Keçirik 7-ciyə. 7 belə düşər. A bərabərdir. 3'də 1 olduqda A üstü mənfi 6. A üstü mənfi 3 vuraq A üstü mənfi 2. Bərabərdir. Yazıram bu A üstü mənfi 6. Bunların üstlərini toplayanda A üstü mənfi 5. Bu isə bərabərdir. A üstü mənfi 6 çıxaq mənfi 5. Bu da A üstü mənfi 1. Yəni 1 bölə ya deməkdir. Bu da 3'də 1 yazanda 1 bölə 3'də 1 cavab 3 eləməli. A. 9-cu. 9 belə uşaqlar. 2 üstü mənfi 2. Vuraq 2 üstü mənfi 3'ün üstündə 4. Burada 2 üstü mənfi 7'nin üstündə 2. Bərabər. Qüvvətin xassələri. 2 üstü mənfi 2'ni hələlik saxlayıram, vuraq. 2 üstü qüvvətin xassəsinə görə bunu vururam mənfi 12. Bunu da vururam 2 üstü mənfi 14. Bərabərdir. Bunların da üstlərini toplayanda 2 üstü mənfi 14 bölə 2 üstü mənfi 14. Cavab 1 edir. C. Keçirik 11'ə. 11. Belə 81 üstü 4'də 3 vuraq 3 üstü mənfi 2 çıxaq 27 üstü mənfi 1 tam 3'də 1 vuraq 81 çıxaq 16'nın kvadratının üstündə 0 üstə gələk 0 tam mində 8'in üstü mənfi 3'də 1 ifadəsinin qiymətini hesablayın. Bu nə demək uşaqlar? Bu kök 4-cü dərəcədən 81'in kubu. Vuraq 1 bölə 3'ün kvadratı da 9 demək. Çıxaq. Bu 27 üstü mənfi 3'də 4 deməkdir. Çıxaq. Bu 0 üstü 0 olduğu üçün 1 edir. Burada üstə gələk. 1 bölək. Kök 3-cü dərəcədən mənfi olduğu üçün 0 tam mində 8 demək. Bərabərdir. Görək nə alır?
Kök 4 üzərindən 81 bu 3'ün kubu 27 eləyir. Niyə? Çünki 3 üstü 4 ilə 4 gedir, 3'ün kubu qalır. Bura 9'da 1. Çıxaq 1 bölək mənfi olduğu üçün kök 4 3-cü dərəcədə 27 üstü 4 edir. Çıxaq 1. Üstə gələk 1 bölək bu eləyir 0,2. Çünki 0,8'dən kub kök 0,2 çıxır. Bərabərdir. Davam elətdirik. Bu elədi 3. Bax, buradan 27, 3'dən gedəndə 3 qalır, üstündə də 4, 3 üstü 4, bu elədi 81'də 1. Çıxaq 1. Üstə gələk. Bu da 5'də 1 deməkdir, elədi 5. 3, 5 neçə elədi? 8, 1 də çıxanda 7 çıxaq 81'də 1. Şuralar 6 tam 81'də 80 zadıyla bir şey var mı? Yoxsa düzgün olmayan kəsirdir? Yoxdur. Heç nə yoxdur. Onda düz yazmamışam nəysə. Baxaq. Kök 4-cü dərəcədə 3, 27. Bunu düz yazmışam. 9'da 1. Bunu da düz yazmışam. 3'də 4. 27, 81. Bunu da düz yazmışam. 81. 16. Bunu da düz yazmışam. Kök 3-cü dərəcədə 0, 10'da bunu da düz yazmışam. Yaxşı. Bəs düz olmayan nədir onda? 27. Yaxşı, bu 9, 3 olanda 27, 3, 27, hep 3 elədi, hə bu düzdür. Yaxşı, 27'də bu da 81'də 1, bu da düzdür. Çıxaq 1, bu da düzdür. 10'da 2 də 5'də 1'dir, 1 bölək 5'də 1 də 5 edir, bu da düzdür. Və nəyi düz yazmamışım onda? 7 tam, 7'dən də 81 çıxanda. Gör, belə bir şey var mı? 81'də 686, 566 zat. Belə bir şey yox ki. Deyəcəm. Nə tər düz görməyəm? Neçəncidir bu 11-ci? İfadəsinin qiymətini hesablar. Düz olmalı baxın, mən biləm. Görün, nədə səhv eləmişəm. Nəsə mexaniki səhv. Bax, bu 4'də 3, 3, 27. Buraq 9'da 1. Bunu düz eləmişəm. 3'də 4. Orada 84. Ha? Zeytaqda 27 üstündən sonra çıxaq 1 ikinci dənə. Bu. Çıxaq 1'dən sonra 81. Mən 81 unutmuşam. Qodlaq mexaniki səhv. Buraq 81. Hə, indi düz gələcək. Buraq 81, 81'i yaddan çıxarım. Burada 81. Hə, indi düz olur. İndi düz olanda nə olur bə? 81 unutmuşam ara. Bax, bu 3 çıxaq. 1 çıxaq 1, üstə gələk 5. 6 var mı? Y variantı. Hesablama səhvi. Diqqətsizlik. Davam edin uşaqlar 13'ə. 13. Deməli, görək 13'də nədir? Bu da həmin 11 taylı, yorucu misaldır. 17'nin kvadratının üstündə 0. Çıxaq, diqqətli olun, şərti düz köçürdüm. 2 üstü 2, vuraq, 64 üstü, 3'də 2, çıxaq, 8 üstü, mənfi 1,3'də 1, kimi intihar edirəm. Vuraq, 32, üstə gələ, bax, eyni ilə bəyərki tipdə misalı, 0,1'də 1'in üstü mənfi 3'də 1, bərabərdir. Deməli, bu elədi 1. Çıxaq, birbaşa yazıram, elə xırdalayanda 4'də 1. O 64, 4 elədi 16. Çıxaq, mənfi 3'də 4, 2, 16'da 1 bu elədi. Buraq 32, üstə gələk, bu kök 0, 10'da 1, bu da 10 elədi. 1 bölək 10'da 1. İndi görək nə olur? 1 çıxaq 4, çıxaq 2, üstə gələk 10. Deməli, 5 var mı? Y variantı. Belə eləyəndə daha rahat edirəm. Çünki xırdalayanda istər-istəməz diqqətim yayınır. 15'ə baxaq. 15 daha maraqlıdır. Görün, necə yaxşıqlı sualdır. 2 kök 6-cı dərəcədə. 4 kök altında 2. Burada da kök 4-cü dərəcədə 8, kök 3-cü dərəcədə 4. İfadəsini sadələşdirib. Sadələşdirək daha görək nə olur.
Bu bərabərdir 2 kök 6-cı dərəcədən. Bunu kökün altına daxil edirəm. Kök altında 16 vuraq 2, yəni 32 elə. Keçirik bura. Kök 4-cü dərəcədən, kök 3-cü dərəcədən. Əslində 2-yə keçsək daha rahat olardı. Bax bu 8 3-cü dərəcədən 64, onu da 4-ə vuramdan etsəsək. Bu 2 üstücə keçim elə daha hesablama aparmıyor. 2-nin qüvvətlərindən keçim elə daha rahat olur. Bax fikir verir. 2 kök 6-cı dərəcədən 4-ü yazıram 2-nin kvadratı. Vuraq kök altında 2 2. Bax bu kök 4-cü dərəcədən 8-i yazıram 2-nin kubu. Vuraq kök 3-cü dərəcədən 2-nin kvadratı da bunu yazır. Bərabər. İndi fikir verir. Deməli 2 kök 6-cı dərəcədən bu kökün altına daxil olanda 2 üstü 4 vuraq 2 demək. Keçirəm kök 4-cü dərəcədən. Bu kökün altına daxil olanda kök 3-cü dərəcədən 2 üstü 9 vuraq 2 üstü 2 demək. Davam edelim. Bərabər. Bu 2 vuraq 2 vuraq. Kök bax bu ikisini bir-birindən vuranda 12-ci dərəcədən edir. 2-ni 6-ya vuranda. 2 üstü 5. Bu da kök 12-ci dərəcədən 2 üstü 11 də böyle. Düzdürmü? Bərabər. İstəyirsiniz hələ bu birisi 2-də kökün altına. Bu da kök 12-ci dərəcədən 2 üstü 12 vuraq 2 üstü 5. Bu da kök 12-ci dərəcədən 2 üstü 11. Bərabərdir. Kök 12-ci dərəcədən 2 üstü 17. Vuraq kök 12-ci dərəcədən 2 üstü 11. Eyni kökdə də göstərəndə kök 12-ci dərəcədən 2 üstü 17 bölək 2 üstü 11 bərabər olur kök 12-ci dərəcədən 2 üstü 6. İxtisarlar da gedir, kök altda 2 qalır. A variant. 17-yə baxaq. Əvvəli yorucu olur. Hesabla. Sonrakılar artıq biraz daha məntiqli olur. Görək 17-də nədir? 17 də bayaqki tipində sualdır. Kök altından A, kök 4-cü dərəcədən A, sonra isə kənarda kök 8-ci dərəcədən A. Əsası A olan qüvvət şəklində göstərir. Rasional su qüvvətə keçir. Deməli, birinci hələ köklə yazın. Kök altında. Bu da kök. Girəndə kökün altına 4-cü. A, 4 vuraq A demək. Vuraq kök 8-ci dərəcədən A. Bu da bərabər. Bax, bu ikisini bir-birinə vuranda kök 8-ci dərəcədən A üstü 5 edir. Bu da kök 8-ci dərəcədən A. Eyni kökdə göstərəsi var. Kök 8-ci dərəcədən A üstü 5 vuraq A. Bu da eləyir. Kök 8-ci dərəcədən A üstü 6. Kökün xassəsinə görə ikisi də 2-yə gedir. Qalır kök 4-cü dərəcədən A kubu. Bu isə A üstündə 4-də 3 demək. De. 19'a baxaq. 19. Da belə. Kök altında mənfi 5'in kvadratı. Üstə gəlir. Kök 3-cü dərəcədən mənfi 3'ün kubu. Kök n-ci dərəcədən A üstü n demək. Kök altında 2 üstü 3'də 1, vuraq 2 üstü mənfi 3'də 7. İfadəsinin qiymətini hesab. Bilirsiniz ki, buradan modul çıxır, yəni 5'in özü çıxır. Çıxaq 3'də budur. Vuraq kök altında bu 2'də 1, çıxanda mənfi 2'də 6, 2 üstü mənfi 2'də bu edir. Bərabər 2 vuraq, bu eləyir 2'də 1. Niyə? 2 ilə bu gedəndə 2 üstü mənfi 1 qalır. Cavab 1'dir. C. 21'i də yazıram bu gün üçün bu sonuncudur uşaqlar. Vaxtımız onsuz da başa çatır. Kök 4-cü dərəcədən 5, pi üstü 0, vuraq. Kök 3-cü dərəcədən 5, vuraq 25 üstü 24'də 13. İfadəsinin qiymətini hesablayın. Deməli, pi üstü 0, pi təqribən 3,14'dür, bu 1'dir, bu getdi. Bunu yazıram ki, deməli, 5 üstü 4'də 1, bu da 5 üstü 3'də 1.
Vuraq 25 üstündə yazıram 5 üstü 2'nin üstündə 24'də 13 bərabər. Bu ikisi eləyir 5 üstündə 4'də 1 çıxaq 3'də 1. Vuraq 5 üstündə 2 vuraq 24'də 13. O da bərabərdir. 4'də 1'dən 3'də 1 çıxanda 5 üstü mənfi 12'də 1. Düzdürmü? Vuraq bu da 5 üstü 12'də 13. Bərabərdir. 5 üstü mənfi 12'də 1 üstə gələk 12'də 13. Bu da 5 üstündə 12'də 12 yəni 5 demək. A variantı. 20 də daxil olmaqla evdə yazarsınız. 3 saat.